Sertifikasiya suallarının izahatindən davam edirik. Burada 6-cı sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. 20-ci əsrin 50-ci illərində ərazisində işğal rejiminin ləğv edilməsi. Göstərir ki, 3. Doğrudur. Məsələn, Yaponiya ərazisində işğal rejimi 45-ci illərin 52-ci ilə qədər mövcud olub. Bu 3 il ləğv olunub. Doğrudur. Bloklara qoşulmayan hərəkətin yaradıcıları olmalıları deyir ki, 1 ilə 2. Bu 1 ilə 2 olmaz, çünki Çin bloklara qoşulmayanlar təşkilatına aid deyil. Amma Hindistanı götürə bilərdik. Buna görə də B olan variantlar səhvdir, yanlışdır. Burada B-ni yanlış götürəcəyik. 20-ci əsrin 60-cı illərində Respublika İdarəçiliyinin ləğv olması. Bunu da Hindistanı götürür və bir də deməli digər bir hissədə deməli 4 rəqəm göstərir. Ərazidə qeyd edilir ki, Respublika İdarəçiliyinin ləğv edilməsi yanlış olar. Sonra digər cavab belədir ki, İraq ərazisində İraqı deyir ki, 60-cı illərində Respublika İdarəçiliyinin ləğv olması yanlışdır. Yəni ona görə də götürməyəcəyik. 20-ci əsrin 40-cı illərində vətəndaş müharibəsi baş verib. 2-də Çində vətəndaş müharibəsi baş vermişdi. Bəli, bu doğrudur. Deməli, burada sualın doğru cavabı A və D olacaq. Yəni D variantında doğru cavabımız verilmişdir.